Bu suala baxaq. Deyir ki, A -7,3 nöqtəsindən koordinatlarımız budur. Çevrəsinə qədər olan ən qısa məsafəni tapın. Çevrə çəkək. Çevrə. Biraz daha qalın çevrə çəkmək istəyirəm. Çevrə çəkdik. Bir dənə də nöqtə götürək. Bu tərəflərdən, hardasa buradan bir A nöqtəsi. Burada olsun çevrənin mərkəzi. Bu məsafədir. Baxın, buradan bura məsafə. Ən qısa məsafə istəyir. Ən qısa məsafədə baxın olacaq bu hissə. Ən qısa məsafə baxın bu hissə olacaq. Ən qısa məsafə bu hissə olacaq. Burada nədir? Radiusdur. İndi radiusu tapa bilərik də. X çıxaq 2-nin kvadratı üstə gələk. Y üstə gələk 9-un kvadratı edir 10-un kvadratı. Yəni radius 10 santimetr. Bu hissəni 10 santimetr olaraq tapdıq. İndi biz əvvəlcə baxın bu AO-nu tapaq, ümumi AO məsafəsini. Necə tapa bilərik? -7,3 ümumi çevrənin koordinatları neçədir? Baxırıq ki, 2-nin -9-a. Deməli, AO parçası bərabərdir nəyə? X2 çıxaq X1-in kvadratı. Daha böyük kök alın. X2 çıxaq X1-in kvadratı vurulsun Y1 çıxaq Y2-nin üstə gəlsin Y1 çıxaq Y2-nin kvadratı. AO bərabərdir. X-lər fərqi 9 eləyir. Kvadrat 81. Y-lər fərqi də 12 eləyir. 12-nin kvadratı da 144 edir. AO məsafəsi kök altda 225. AO 15 santimetr. Deməli, tapdıq ki, ümumi AO məsafəsi 15-dir. Yəni bu hissə. İndi buradan baxırıq, radiusu 10 verib. AO ümumi də 15-dir. Deməli, bu hissədə 5 qalır. Ən qısa məsafədə 5 santimetrdir. Bizdən də zaten onu soruşurdu. Yəni cavabımız 5 santimetr.